Bir qələm, bir kağız və məndə də işə yarayan həmin o pul manifestini danışacağım bugün sizinlə. Hadi bakalım. O ilk manifest videoma o kadar dediniz ki azər suda işləyirsən, nə bilim bu kadar su xərcləmək mi olar? Ona görə bu səfər sizə ekonomik bir manifestdən gəlmişəm. Day ürəyiniz rahat olsun. Bir qələm, bir dəftər kifayət eləyir. Və bunu da Türk blogerdə görmüşəm. Türk, düzü deyə bilmirəmsiniz. Türk bir blogerdə görmüşdüm. Və dedim birinci mən özüm sınayım. Görüm necə bir effekt verir. Həqiqətən effektini görsəm sizlə də paylaşacağım. Gördüm effektini. Həm də bu ay 2 dəfə ard-arda elədim. Çox da gözəl işə yaradım. İndi qələmi və vərəqi götürdüsə, başlayaq necə edilməsi ilə bağlı. Okey? Hadi bakalım. İnşallah sizə də alınır. Demək, o vərəqi götürdükdən sonra götürürsünüz bura, bu arada bunu axşam edirsiniz. Gün ortalar yox, axşam. Yəni 9-10-dan sonra yazırsınız, bütün fikrinizi bura verirsiniz, bütün fikrinizi bura yazırsınız. Nə qədər sizə məbləğ lazımsa, nə bilim 3000 mi lazım, 5000 mi lazım? Xahiş edirəm, 1 milyon istəyirəm yazmayın. Hal-hazırda həqiqətən sizə ehtiyacınız olan məbləğ olsun da. Yəni bunu götürsəz bura xərcləyəcəksiniz, bilirsiniz. Və bu pul sizə lazımdır. Həmin məbləğ olsun. Yəni biraz real bir məbləğ olsun və doğrudan da ehtiyacınız olan bir məbləğ olsun. Yazırsınız bura, filan qədər məbləğə sahib olduğum üçün istəyirəm yox. Sahib olduğum üçün şükür eləyirəm. Yəni bunu bu vərəqə yazın. Məsələn 3000 midir? 3000 manat məbləğə sahib olduğum üçün şükür eləyirəm. Şükürlər olsun yazdıqdan sonra aşağıda həmin məbləği nəyə xərcləyəcəksinizsə, o məbləğ sizə çatanda nəyə xərcləyəcəksinizsə onu detallı şəkildə yazırsınız. Nə bilim, misal üçün deyirəm, saçımı kəsəcəksiniz salonda, nə bilim, kreditimi ödəyəcəksiniz, nə bilim, telefonumu alacaqsınız, artıq hər nədirsə, illik təhsil pulumu ödəyəcəksiniz. O formada detallı şəkildə yazırsınız. Mən bu məbləğlə bunu etdim, edəcəyimi yox. Etdim, şükürlər olsun. Yenə şükür. Mütləq yazmalısınız orada. Elə bil ki, sanki eləyəndə necə bir rahatlıq olur sizdə. Bunu eləsiniz, bu rahatlayacaqsınız da. O beyin, o inanc, o olmalıdır mütləq beyninizdə. Bunu yazdıqca. Elə bil onu yazanda beyninizdə gərginlik olmamalıdır. Arada görsən olacaq falan yox. Etdim, şükürlər olsun. Vəssalam. Kağızı qatlayırsınız. İstəsəz ata bilərsiniz, istəsəz telefonun arxasına gizlədə bilərsiniz, istəsəz kaşloka qoya bilərsiniz. Bu artıq sizin öz şəxsi seçiminizdir. Bunu qoyursunuz kənara. Vəssalam. Yəni bu formada bu bir manifestdir və artıq bunu elədikdən sonra nə vaxt gələcək pul? Bunu görsən sabah gələr. Belə tədirgin olmayın. Manifest tədirginliyi sevmir. Manifest deyir ki, məni manifestlər burax getsin də, yəni rahat burax. Mən özüm sənə zamanı gələndə eləyəcəm. Yəni mən bunu bu ay 2 dəfə elədim və həqiqətən artıq unutmuşdum yazdığımı, bilmirəm şkafda falan qoymuşdum. Və sonra o reallaşdı, həmin məbləğ, eyni məbləğ gəldi və gördüm ki, həmin məbləği də eyni formada o olan yerə xərclədim. Bu arada, bundan sonra edəcəyiniz bir şey də var ki, əlinizə gələn 5 manat belə, 10 manat belə, həmin məbləğ olmasa belə, sanki o manifestin nəticəsiymiş kimi də qəbul eləyin. Yəni ki, mən şu manifestlədim, artıq yavaş-yavaş gəlir deyin. Bax, bunu da düşünün. Yəni, əsas məsələ burada olmuş kimi qəbul etmək və pozitiv düşünməkdir. Əgər negativ düşünsəz, tədirgin olsaz, inançsız şəkildə bunu yazsaz, istəyirsiniz bunu hər gün yazın, o enerji ilə yazanda effekti olmayacaq. Sonra burada yorumlarda yazmayın ki, effekt olmadı. Okay? Effekti olanlar bildilər ki, nəyə görə effekti olacaq. Mən də effekti oldu, ümid edirəm sizdə effekti olar. Olsa mütləq yorumlarda geri dönüşlər eləyərsiniz. Mənə də maraqlıdır.